Yox, смотреть, посмотреть fe'li deyirəm. Fərqi nədədir? Смотреть. Niyə məsəl üçün bayaq dediniz ki, şas смотрю dediniz, düzdürmü? Mən dedim yox, şas посмотрю olmalıdır. İndi bunların fərqi nədədir? Смотрю, baxaram. Посмотрю, baxacam, смотрю, baxıram. Düzdürmü? İndi gəlin Azərbaycan dilində də baxaq ki, kömək olsun da bizə. Fərqi yenə də nədədir? Смотрю, посмотрю. Bir var deyəsən ki, baxıram, bir də var deyəsən ki, baxdım. Посмотрю, baxacam. Deməli, hansı zamandır? Gələcək, baxacam. Gələcək zaman. Aysa. Bəs смотрю? Baxmışam. Dalda. Baxmışam demədim axı. Смотрю, baxıram deməkdir. Hansı zamandır? Baxıram indiki zaman. İndiki zaman. Əgər indiki zamandırsa, deməli eyni zamanda da daimi zamandır. Düzdürmü? Yəni daimi təkrarlanan proses olanda. Və məsəl üçün tam yaddaşınızda qalmağı üçün belə bir nümunələr gətirəcəyim. Məsəl üçün baxım sizə deyəcəm. Sizin işinizdə də lazım olur. Nəsə soruşurlar, deyirsiniz ki, baxım sizə deyəcəm. Necə deyəcəksiniz? Отлично. Посмотрю, вам скажу. Смотрю demirsiniz ki, düzdür? Посмотрю, вам скажу. Aysa. Mən axşam futbola baxacam. Yəni notum смотрю. Axşam nədir rus dilində? Ya вечер. Вечером. Düzdürmü? Ya Вечером. Вечера yox. Вечером. Вечером. Ya вечером смотрю futbol. Budur. Смотреть futbol. Uzun sürə baxacaqsınız axşam. Düzdür? Ona görə budur. Смотреть. Amma desəz ki, sona kimi baxım, sənə deyəcəm. Konta смотрю, тебе скажу. Посмотрю. Gələcək zamanda yenə də. До конца посмотрю. Konta посмотрю, тебе скажу. Все. До конца посмотрю, тебе скажу. Mənim vaxtım yoxdur televizora baxmağa. Мне время нету смотреть телевизор. Смотреть televizor. Смотреть televizor. Aysa. İndi bir cümlə deyəcəm, onu zəhmət olmasa fikirləşin. Tak, hələ baxmamışam, axşam baxacam. Fikirləşin, indi sizdən soruşacağam. Hələ baxmamışam, baxacam. Tak, uşaqlar, əgər bu tip cümlələrdən siz də faydalanmaq istəyirsinizsə, gündəlik sizə lazım olan cümlələrdən mütləq şəkildə ikinci kitabımı əldə edin. Məlumat aşağıda verin.